Herkese salam. Bugün sizinle dadıl salat resepti bölüşəcəm. Salat üçün lazım olan ərzaqları rəndən iri gözündən keçirirəm. Salat üçün qəlibdən istifadə etdim. Alt hissəyə mayonez əlavə edirəm. İlk olaraq rəndənin iri gözündən keçirdiyim kartofu əlavə edib hər tərəfinə bərabər şəkildə yayıram. Üzərinə zövqə görə duz, istiot və mayonez əlavə edirəm. Eyni qayda ilə digər ərzaqları da əlavə edirəm. Rəndənin iri gözündən keçirdiyim yer kökünü, kub şəklində doğradığım biberi, 3 ədəd iri rəndələnmiş yumurtanı, konservləşdirilmiş qarğıdanı və kub şəklində doğradığım xiyarı əlavə edib eyni qaydada salatı yığıram. Salatda istifadə etdiyim bütün ərzaqların miqdarını videonun aşağı hissəsində açıqlama bölməsində qeyd edəcəm. Salatı 2-3 saat soyuducuda gözlədirəm. Çıxardıqdan sonra üzərinə xırda doğradığım şüyüd və mayonezi əlavə edib servis edirəm. Yeni videolarımdan xəbərdar olmaq üçün kanalıma abunə olmağı və fikirlərinizi mənimlə bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.